Salam, bu gün arxeolog qüvvəsinə aid olan belə bir sualın izahına baxacağıq. Deməli, biz burada görürük ki, sualda nə deyir? Kütləsi 100 qram olan bir metal kürəcik suda aşağı düşür. Kürəciyə 0,2 Newton arxeolog qüvvəsi, 0,3 Newton mayevi müqavimət qüvvəsi təsir edir. Kürəciyin təcrübəni hesablayın. Burada biz qüvvələrin tarazlaşması qanunundan istifadə edəcəyik. Kürəcik aşağı düşürsə, deməli, mg hər birindən yüksəkdir, böyükdür. Ona görə də bu qüvvələrin cəmini mg-dən biz çıxacağıq. Onda biz burada əvəzləyici qüvvə üçün deyək də, m a bərabər yaza bilərik nə? mr çıxılsın F arximet plus F müqavimət. Buradan mən təcil üçün A bərabərdir mg çıxılsın F arximet plus F müqavimət böl M üstünü alıram. Yəni hesablayaq. Kütləni verib bizə M bərabərdir 100 qram. O da qramdan kiloqrama keçəndə nə edirdik? 1000-ə bölürdük. O da eləyəcək 0,1 kiloqram. Biz indi kiloqram hesablayacağız. Çünki cavab metr böl saniyə kvadratı ilə istəyibdir. Yəni baxaq. 0,1 vurulsun 10 çıxılsın 0,2 plus 0,3 bölünsün 0,1 bərabərdir. Bu neyniyir? 1 eləyir. Çıxılsın 0,5. Bu da 0,1. 1-dən 0,5 çıxanda nə qalır? 0,5 qalır. Böl 0,1. Hər tərəfi 10-a vur. Kəsirdən azad eləsək, cavabımız elə olacaq. 5 metr bölünsün saniyə.